Salam mənim dəyərli və gözəl dostlarım. Həyatınızı fərqində olaraq yaşayın. Fərqindəlik ümumiyyətlə nə deməkdir? Bunu bilmək istəyirsiniz. Misal üçün, yadınıza gəlirsə, hər birimizin kənddə baba, nənənin yanında olan odun peçi dediyimiz sobalar olur. Yadınıza gəlir də bunlar. Biz səhər yuxudan durardıq. Nənə, baba ora yağı pendiri qoyardı. Gətirərdilər, qoyardılar çörəyi o odun peçinin üstünə ki, qızdırsınlar və biz onu götürək yeyək. Biz əlimizi gətirərdik, onu çörəyi kəsərdik, istiliyini hiss edərdik. Hətta uşaq idik deyə oynayardıq, əlimizi vurub çəkərdik və yəni baxardıq ki, onun istiliyi insanı yandırır yoxsa yandırmır. Amma onu hiss eləyəndə əlimizi çəkirdik, qoymurduq, əlimiz yanmırdı. Amma ani bir momentdə çörəyi kəsəndə, çevriləndə dirsəyimiz və yaxud da əlimizin hər hansısa bir hissəsi bir ora toxunanda avtomatik olaraq yanırdı, hətta izi qalırdı, hətta ağrıdırdı. Bilirsiniz niyə? Çünki biz artıq fərqində deyildik. Fərqində olaraqdan əlimizi vuranda əlimiz yanmırdı, amma fərqində olmadan dirsəyimiz orada dayananda yandırırdı. İnsan həyatı fərqində olaraq yaşamalıdır. Fərqində olaraq yaşadığın zaman heç bir ağrı, heç bir travma, heç bir çətinlik sənə bata bilməz. Fərqində olduğun zaman sən güclü olursan. Fərqində olmadığın zaman bax eləncək əzab, əziyyət, çətinliklər, yandırmalar, izlər insanda qalır. Unutmayın, həyatı fərqində olaraq yaşayın.